Selamun aleyküm əziz dostlar. Bu yağışlı gündə sizinlə dərdləşmək istədim. Biz romantik gündə də dərdləşmək deyirlər yaxşıdır. Amma düzdür, biz həmişə olduğu kimi siyasi, iqtisadi, dini və strateji məsələləri, ideoloji məsələləri ilə sizlə dərdləşirik. Çünki təəssüf olsun ki, elə bir ölkədə yaşayırıq ki, başqa şeylər dərdləşməyə hələ lüksumuz yoxdur. Ən azı bizim lüksumuz yoxdur. Yuxarıda olanların ola bilsin var. O yuxarıda olanların ola bilsin var ki, niyə? Yəqin ki var, ona görə aşağıda bu vəziyyətdədir. Gördünüz, yenə biraz yağış yağdı. İndi də metropoliten də yanmışdı. İndi deyilənə görə artıq açılıb. Saat 15:00-da məlumat gəldi ki, açılıb. Siz indi yenə başlayacaqsınız. Olurdu, nədir və s. Hər bir ölkədə olur və s. deyənlər olacaq. Amma bilirsiniz, nə oldu elə? Bu yağış yağır, 2 nəfər batır. Yağış yaxır, metroda yanır. Sabah nə olur? Yağış yaxacaq, bizim aeroportumuz da yanacaq. Təyyarələrimiz uçmayacaq. Bir şey nə oldu? Yağış yağacaq. Sonra haramız, nəyimiz də yanacaq. Yəni bilirsiniz, bu hamısı ölkədə ciddi bir sosial problemlərin olduğunu göstərir və hər dəfə bu daha dərinə gedir. Bizim yağışlarla müqayisədə başqa yerə çox uzağa getməyək, qardaş Türkiyəni götürək. Oradakı yağışlarla bizim Azərbaycandakı yağışlar gəlin millimetrinə qədər müqayisə edək. Oradakı olan yağışlar, oradakı olan qar, oradakı olan təbii fəlakət bizdə olsa nə olardı? Orada zəlzələ oldu, Azərbaycan kimi bir ərazini bir yerə tikdilər. Bizdə isə artıq 6-cı ildir Qarabağ kimi bir balaca ərazini tikib qutara bilmirik. Nə Qarabağ, bir rayonu tikib qutara bilmirik. Və yaxud da Qarabağ olmasın, olsun digər yerlər, Mingəçevir olsun. Biri video paylaşır ki, şəhər ölüb, yoxdur, adamlar yoxdur. Sonra səhərsi gün onu üzr istədirlər. Yox, elə deyil, mən elə deməmişəm. Və yaxud da elə qayıdaq Qarabağa, insanların evi dağılır. Bunu çəkir ki, bax belə bir vəziyyətdə tikiblər. O qədər yeyinti baş verir ki, evimiz artıq hər şey tökülür. Səhərsi gün adamı çıxardılar, yox mən elə söz deməmişəm, hər şey yaşayır. Yəni buna nə olacaq? Biz nə edirik? Bu işdirmi bu? Bu yəni ki, onsuz da sizin o üzürlərinizi, sizin o insanları yerdən çıxardıb başqa söz dediklərimiz heç kəs qəbul etmir. Çünki insanlar özləri sonra çıxandan sonra təzədən eyni şey fikirləşir, eyni söz deyirlər. Yəni bu problemlərin həlli deyil axı. Yəni bir məşhur və misal verək, kral çılpaqdır. Yəni dövlət çılpaqdır. Xəbəriniz varmı? Dövlətdən, dövlətçilikdən dən vuranlar, dövlət çılpaqdır. Bu problemlər qarşısında dövlət çılpaqdır və hələ bu minimum cüzi problemlərdir. Böyük təbii fəlakətlər Allah qorusun gəlsə nə olacaq? Onda nə olacaq? Onda təkcə dövlət çılpaq qalmayacaq, dövlətin dərisi soyulacaq. Onda nə edəcəksiniz? Onda nə bahanələr gətirəcəksiniz? Onda nə deyəcəksiniz? Yəni axı bu hara gedirik biz? Bu cür yanaşmaqla biz hara gedirik? Mən xaricdə oturmamışam. Gedim orada, burada sizə söz deməkdən çəkilim, gedim orada aslana dönüm. Bax burada oturmuşam, həmişə sözümü demişəm, getməyə də bir çoxundan imkanlarım olub. Getməmişəm, öz vətənimdəyəm və gəlmişəm normal deyirəm. Bir milli müxalifət kimi. Bir dövlətçi sözün mənasında dövlətçi müxalifət kimi. Boş sözdə, lafda yox, əməldə. Hansı ki biz bunu illərimizdən bunu göstərmirik. Həm müxalifətçiliyimizi, həm dövlətçiliyimizi bu ölkədə, belə bir ölkədə həm müxalifətçi olmaq, həm dövlətçi olmaq 2 qat, 3 qat çətindir. Amma biz Allahın izni ilə bunu biz göstərmişik və kiməsə göstərməyə ehtiyacımız yoxdur. Və burada oturub yaxşılığa görə deyirik dövlətin. Dövlət, geyin, paltarını geyin. Çıplaq olma, hər bir hadisəyə operativ yanaş. Səhv eləyənləri cəzalandır. O yağış yağdı, 2 nəfər öldü. Nə oldu? Kimsə cəzalandı? Yox. İndi yağış yağdı, metro bağladı. Kimsə cəzalanacaq? Heç kəs cəzalanandı. Bunun üstündən örtüb gedəcəyik. Yalandan insanları çıxardıb üzr istətməklə deyil axı. Axı bu problemlər var. Həqiqətən də regionlarımız ölür, adam qalmıyor. Kəndlərimizdə adam qalmır. Kəndlərimiz boşalıb və kəndlərimizi artıq satdığa çıxarıblar. Kənd satılır, adam yoxdur. Hani o kimi hamını çıxardacaqsınız, ertəsi gün üzr istədəcəksiniz. Mən elə şey deməmişəm. Bu axırı hara gedəcək? Bu bilirsiniz nə yoxdur? Neçə il bundan əvvəl o Bakılı oğlanların bir məşhur səhnəciyi vardı polis bölməsində. Gətiriblər ki, ət
oğranı bir ziyanlı getirib tapdıq ət oğrusunu. Ziyalı ailəsindən maaş alıb yarım kilo ət alıb. Budur bu əti bu oğruyub. Yəni bu budur. Sizin gördüyünüz iş budur. Ət oğruları qalıb yarım kilo ət alanı tapdıq oğrunu. Bu həmin o səhnəciyə uyğun bu saat Azərbaycan ölkə olaraq yaşayır. Mən sadəcə olaraq bu hadisələri birləşdirmək, digər hadisələri, hamısını desək, bura bizim nə qədər vaxtımız lazımdır, vaxtınızı alıb başınıza aratmasın. Amma belə olmaz. Yəni bu cür üsuludarə dövləti çılpaq edir, çılpaq göstərir. Sonra da dövlətin dərisini soyuyacaq. O necə Nəsiminin məşhur o filmdə olduğu ki, düz tarixdə Nəsiminin heç kəs dərisini soymuyub. Sovetlərin propagandasıdır. Müsəlmanları dini, İslam xilafətini qəddar göstərmək üçün gəl Nəsimin dərisini soymuyub. O demək Nəsimin heç kəs, tarixi elə bir fakt yoxdur. Fiksiyadır. Heç kəs Nəsimin dərisini soymuyub. Yəni ümumiyyətlə, amma o həmən o səhnəyə uyğun olaraq nə olub? Dərimiz soyulacaq sonra çılpaq olandan sonra. Sonra nə olacaq? Yaxşı, çılpaq olan, dərisi soyulan dövlətin axırı nə olacaq?